Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu çıxışı əslində etməyə də bilərdim. Amma dünəndən beynimdən çıxmır və məni rahat buraxmır. Ortalıqda olan partiyalardan birinin lideri prezidentə müraciət edərək onu digər bir partiya sədrinin hücumlarından qorumağa çağırıb. Bu partiya liderinin adını çəkmək istəmirəm. Çünki həyasız qahmarçıları ilə qaşıq döyüşdürməyə həvəsim yoxdur. Ancaq yazımın məzmunundan onu tanıyacağınıza əminəm. Bəlkə də artıq tanıdınız. Həmin partiya lideri prezidentə müraciətini ictimailəşdirmişdi. Mən də bir fəal vətəndaş, ictimai siyasi proseslərə laqeyd qalmayan insan kimi həmin paylaşıma münasibət bildirdim. Yazdım ki, filankəs bəy, o partiya sədri siz partiya liderini birinci dəfə təhqir edəndə bunu vətəndaş mövqeyimə və kişi qeyrətimə sığışdıra bilməyib, bu haqda bir status yazdım və adamı qınadım. Halbuki həm siz özünüz, həm də partiyanızın üzvləri, hətta sədri balıq kimi susurdu. Bir neçə gün sonra partiyanızın fəal funksiyonerlərindən biri məhz sizin statusunuzun altında mənə yersiz hücum etdi. Məni sizi xəyanətdə suçlamaqda ittiham edərək şər atdı. Daha sonra iş almaq ümidi ilə prezidenti tərifləməkdə qınadı və alçaltmağa çalışdı. Başa düşdüm ki, partiyanızın və sizin adınızın mənimlə hallanmasından qorxursunuz. Eyni zamanda bunu dırnaq arasında təşəkkür kimi qəbul etdim. Çünki partiyanızın etiraz etməyə cürəti çatmadığı şeyi məhz mən etmişdim. Ancaq mənim nə dırnaq arası, nə də dırnaqdan kənar təşəkkürə ehtiyacım yox idi. Mən sadəcə bir vətəndaş və Azərbaycan kişisi borcumu yerinə yetirmişdim. Sizi təhqir edən həmin partiya lideri üzr istəyirəm. Həmin partiya lideri rəyimə necə cavab versə yaxşıdır. Yəni mənim müdafiə etdiyim partiya lideri. Adını çəkmək istəmirəm, təkrar edirəm. Belə yazdı. Sizi tanıdığımı xatırlamıram. Sosial şəbəkələrdə baş verən hər şeyi yadda saxlamaq mümkün deyil. Təşəkkür edirəm. Mən başa düşürəm. Bu nə şiş yansın, nə də kebab üsuludur. Adam nə partiya funksiyonerləri ilə, nə də mənimlə üzgöz olmaq istəmir və buna görə yalan danışmaq zorunda qalır. Ancaq burada başqa bir problem ortaya çıxır. Səni müdafiə edən, dəstəkləyən adamın üzünə səni tanımıram demək ən azı ədəbsizlikdir. Sənin özünü siyasətçi hesab etdiyini nəzərə alsaq, bu həm də siyasi korluqdur. Əgər o adam az çox tanınan biridirsə, sən istər-istəməz xalq itirirsən. Yəni bu sənə ən azından sərfəli deyil. Yəni bir qədər ağlın olsa, belə bir şey yazmazsan. Yadımdadır, bir vaxtlar deyirdilər ki, Heydər Əliyev Azərbaycanda hamını tanıyır. Və mən onun nə vaxtsa kimisə səni tanımıram dediyini şahidi olmamışam. Heç İlham Əliyevin dilindən də belə sözlər eşitməmişəm. Bu adam da vaxtı ilə prezident olmaq istəyirdi. Deyəsən elə indi də olmaq istəyir. Həbsxanada olarkən prezidentliyə namizədliyi irəli sürülmüşdü. Əgər qeydə alınsaydı, həbsdən azad olunacağı deyilirdi. Məhz buna görə sədri olduğu partiyanın qərargahına gedib imza vərəqləri götürdüm və ona imza topladım. O vaxt imza aldığım vətəndaşların çoxu mənə bu adamı tanımadıqlarını söylədilər. Lakin mən onlara bu adamın qətiyyətli, mübariz, ləyaqətli, problemləri həll etməyə, ölkəni böhrandan çıxarmağa qadir biri olduğunu söylədim.
İnsanları inandırmağa çalışdım. Onun təbliğatını apardım. Ancaq indi bu adam məni tanımadığını yazır. Ən dəhşətlisi də odur ki, sanki bununla lovğalanır və qürurlanır. Onu qınamıram. Çünki günümüzün trendi budur. Pulsuz, arxasız hansısa dairələrə işləməyən, kimlərinsə qulluğunda durmayan, halal zəhmətinə güvən adamları tanımamaqla çoxları fəxridir. Amma o adamların hamısı cılız məxluqlardır məncə. Təkrar edirəm, böyük ürəkli, lider olmağa iddialı şəxs tanımadığı adama belə səni tanımıram deməz. Xüsusilə də həmin adam onun müdafiəçisidirsə, onu təbliğ edirsə, onu dəstəkləyirsə. Bu yaxınlarda bir siyasətçi ilə pul qalmaqalı yaşayan bir jurnalist xanım da mənə səni tanımıram yazmışdı. Ancaq gözünün içinə kimi yalan deyirdi. Kimisə tanımadığını deyən adam əslində qarşı tərəfi alçatmağa çalışır. Ancaq anlamalıdır ki, bununla yalnız özünü alçaldır. 60'dan çox kitab tərcümə etmiş. Media orqanlarında yüzlərlə yazısı dərc olunmuş. İctimai siyasi arenada fəal, əksəl məsələlərə münasibəti olan adamı tanımamaq heç bir siyasətçiyə və ya jurnalistə baş ucalığı gətirmir. Əksinə bu onlara minus və baş əksikliyidir. Bu Dostoyevskini, Marksı, Freyd'i, Markesi tanımamağa bərabər ciddi bir qüsurdur, cılızlıqdır. Amma o adamlardan soruşsan, bu müəlliflərin heç birini oxumasalar da həvəslə tanıyırıq deyəcəklər. Mənsə bu müəllifləri dilimizə tərcümə edən adamam. O kitabları oxuyan hər bir səviyyəli, intellektual insan titul vərəqinə də nəzər salır və tərcüməçinin kim olduğu ilə maraqlanır. Əgər məni tanımırsansa, deməli Dostoyevskini, Marksı, Markesi, Nabokovu, Şedrini, Bulgakovu da tanımırsan. Başqa dillərdə oxuduğunu söyləsən, deməli Azərbaycan dilini tanımır və saymırsan. Yeri gəlmişkən, o partiya liderinin dilimizdə yazdığı hər bir cümləni başa düşmək üçün 3 dəfə oxumaq lazım gəlir. Məni tanımayan o adam əminəm ki, bu çıxışa baxacaq. Odur ki, deyirəm, bugündən mən də səni tanımıram. Diqqətinizə görə təşəkkür edirəm.